Kartla ödənişlər zamanı yanlış hesaba pul göndərilməsi ən çox baş verən texniki səhvlərdən biridir. İnsanlar bir rəqəmi səhv yazaraq başqa karta göndərməyi də bilirlər. Çox vaxtda bu pulu geri ala bilmirlər. İlk başda bütün nömrələri düz yazıb, axırda bir səhvlə başqa nömrəyə, başqa kart nömrəsinə səhv göndərdiyim olub. Hardasa 100 manat məbləğində olmuşdu bu. Çünki səbəb odur ki, bunu yazarkən axırda ad, soyad qeyd olunması yerdə sadəcə baş hərfi yazır, qalan yerlər sansürlənir, yəni ulduzlanır. Ona görə nə mən onlara əlaqə saxlaya bildim, nə də o mənlə. Yəni pulunuzu geri ala bilmədi. Xeyr, pulum da orada batdı. 50 manat göndərmişlər, köçürmüşlər onun deməli kartına həmin adamın. Gedib çatmamışdı ünvana və sonradan aydınlaşdırdılar. Ya axır 2 rəqəmin, ya axır 4 rəqəmin nəsə səhv yazmışam. Bu pul gedibdi, gedib kimisə satıb, amma mənim xəbərim olmayıbdı və sonradan mən gələndəki kimi deyəndə ki, pul gəlməyib, nə həmin o şəxsi tapa bilmişəm, nə də həmin şəxs mənə tapa bilibdi. Pulumu da elə batıbdı, tapa bilməmişəm pulumu. Kimə müraciət edəcəyinizi bilirsinizmi belə bir hal? Xeyr. Əksər insanlar belə situasiyalarda hara və necə müraciət edəcəklərini bilmir. Bank sektorunda şəxsi məlumatların üçüncü şəxsə verilməməsi bu məsələni daha da qəlizləşdirir. Ancaq bank məsələləri üzrə ekspert Emin Kərimov deyir ki, səhvə yol verən şəxs dərhal öz bankına yazılı müraciət ünvanlamalıdır. Əgər biz hər hansı bir səbəbdən səhvən nəzərdə tutmadığımız şəxsə vəsaitimizi köçürdürüksə və bunun səhv köçdüyünü aşkarlayırıqsa, o zaman xidmət aldığımız banka və yaxud da həm dediyiniz aplikasiyanın, mobil əlavənin məxsus olduğu şirkətə yazılı şəkildə müraciət edərək məsələnin araşdırılmasını və vəsaitin geri qaytarılmasını tələb edə bilərik. Yəni bu bizim bir müştəri hüququmuzdur. Bu məsələnin həlli isə pulu alan şəxsin insafına bağlıdır. Onun razılığı olmadan məbləği geri almaq mümkün deyil. Bank rəsmi müraciəti qəbul etdikdən sonra araşdırma prosesinə başlayır və araşdırma nəticəsində vəsaitin hansı hesaba və yaxud da hansı kart hesabına köçürüldüyü müəyyənləşdirilir və həmin kart və ya hesab sahibi ilə əlaqə saxlanılara vəsaitin səhvən köçürüldüyü, yəni detallı şəkildə hansı tarixdə, hansı məbləğdə, hansı valyutada vəsaitin köçürüldüyü müştəriyə, həmin kart sahibinə, hesab sahibinə bildirilir və bundan sonraki proses, belə obrazlı desək, müştərinin şəxsi keyfiyyətindən asılı olur. Yəni 80% hallarda vəsaitin geri qaytarılması baş verir. Bəzi hallarda isə müştəri vəsaiti alan şəxs daha doğrusu pulu xərclədiyini və yaxud da daha sonra qaytara biləcəyini və müəyyən bir bəhanələr gətirə bilərək vəsaitin qaytarılmasından imtina edə bilir və bu zamanda şəxs, yəni pulu səhvən köçürülmüş şəxs hüquq mühafizə orqanlarına müraciət edərək hüquq müsavisində vəsaitin geri qaytarılmasını təmin edə bilər. Bank bu tip əməliyyatların araşdırılması üçün müəyyən vaxt sərf edir. Bəzən əməliyyatın ləğvi və ya geri qaytarılması üçün qarşı tərəflə əlaqə qurulması lazım ola bilər. Banklar adətən yanlış köçürməni qeyri-qanuni bir əməliyyat kimi təsnif edərək həmin şəxsə kömək etməyə çalışır. Nərmin Səfərli, Nurlan Sultanzadə.